Qərib şəhərə çatanda görür ki, nəsə qələbəlikdir. Sən demə, Şah Sənəmin toyuna hazırlıq gedirmiş. Amma qız qərarında qəti idi. Atasına demişdi ki, qəlbi yalnız bir yol tanıyır və heç kim onu inadından döndərə bilməz. Toy günü gəlib çatdı. Böyük məclis quruldu. Qonaqlar arasında qəfildən bir həyəcan dolaşdı. Elə həmin anda Qərib məclisə daxil oldu. Sazı sinəsində, gözlərində uzun yolun yorğunluğu. O başını qaldırmadan sazına səsi ilə can verdi. Sazın naləsi hər yana yayıldı. Məclis sükuta qərq oldu. Səslənən ilk nəğmə ürəklərə yol tapdı. Sanki yaddaşın dərinliyində unudulmuş bir xatirə oyadırdı. Şahsənəm səsi eşidən kimi solğun bənizi işıqlandı, addımları yüngülləşdi. Qəribin gözlərinə baxanda bütün yaşadıqlarını unutdu. Bir döyünən iki qəlbin seçimi isə açıq-aşkar oldu. Şahsənəmin atası eşqin sarsılmazlığını görüb razılığını verdi və başa düşdü ki, əsl sevgi şərtdən, imtahandan qorxmur. Sevgi öz yolunu elə özü tapır. Beləcə Şahsənəmlə Qərib baharın ilk fidanları boylananda bir-birinə qovuşurlar. Xəbərə ən çox sevinən qaralıya baxan hər kəs isə həqiqi dostluğun necə böyük sərvət olduğuna bir daha inanır. Aşıq Qəriblə Şahsənəm dastanı 100 illər boyu dünyamıza sevgi işığı yayır və bu hekayəni dinləyən hər kəsə bir sirrin açarını verir. Kim həyatda öz yolunu təmiz niyyətlə gedərsə, taleyi də onu əli çıraqla qarşılayar və nağıl burada tamamlanır. Amma sazın səsi hələ də küləklərdə kürrəyə ərzə dolaşmaqdadır. Çünki sevgi danışıldıqca yaşayan bir nağıldır.